Bu videoda faktura ödəniş əmrlərinin yaradılması haqqında məlumat verəcəyik. Faktura ödənişi etməyimiz üçün bizim mühasibat uçotu bölümündə fakturalar bölümünə daxil olmamız lazımdır. Fakturalardan inteqrasiya edilmiş fakturalara baxırıq. Çünki fakturaya ödəniş etməyimiz üçün satıcıya əvvəlcədən öhdəliyin yaradılması lazımdır. Bu da inteqrasiya edilmişlərdə formalaşır. Biz buradan faktura alışı, yəni alışı etdiyimiz fakturaların ödənişini edəcəyik. Göstərdiyimizə basırıq və alış fakturalarımız qarşımıza çıxdı. Satıcı adına filtrasiya edə bilərik. Deyək ki, biz Azərsun MMC-nin fakturalarına ödəniş edəcəyik. Biz ən sağa çevirdikdə ödəniş əmrləri hissəsini görəcəyik. Hal-hazırda ödəniş əmrləri boşdur. Yəni bu fakturaların heç birinə ödəniş edilməyib əvvəlcədən. Gəlin fakturanın birinə ödəniş edək. Fakturanın birini seçdim, yəni üzərinə basaraq seçirik. Daha sonra yuxarıda ödəniş əmri yaradın bölümünə daxil oluruq. Ödəniş əmrləri pəncərəsi açıldı. Biz buradan fakturanın kassa və ya bank hesabından seçə bilərik. Bank hesabımızdan ödəyək. Fakturalar bank hesabı ilə ödənilir. 223 seçdik və buradan bankımızı seçə bilərik. Kapital Bank seçək. Ödəniş tarixi. Ödəniş tarixi olaraq da bugünkü tarixi seçə bilərik və ya əvvəlki tarixi də seçə bilərik. Sənəd nömrəsi, ödəniş əmri sənəd nömrəsi varsa daxil edə bilərsiniz və ya boş qoya bilərsiniz. Sistem avtomatik nömrə verəcək. Yaddaşda saxla düyməsinə basırıq və sistem mühasibatlıq əmri yaratmış olacaq. Biz buradan müxabilişməni görə bilərik. 531 və 223 arasında müxabilişmə oldu. Debit və kredit burada formalaşmış oldu. Faktura ödənişi zamanı əsas məbləği bank hesabından, ƏDV məbləğini isə ƏDV depozit hesabından ödəməli ola bilərik. Bunun üçün də bizim fərqli bir ödəniş əmri yaratmamız lazımdır. Əvvəlcə bu sətri silirik. Yenidən bank hesabını seçirik. Daha sonra funksiyalar bölümündən ƏDV-ni ayır bölümünə daxil olaq. Buradan 18%-ni yazıb təqdim etdiyimizə basırıq. Gördüyünüz kimi əsas məbləğdən ƏDV məbləğini ayırdıq. Daha sonra biz ƏDV depozit hesabını seçirik. Seçdikdən sonra yaddaşda saxla düyməsinə basırıq. Bizdən sənəd nömrəsi istəyir. Biz sənəd nömrəsi də qeyd edək və yaddaşda saxlayaq. Artıq fakturanın əsas məbləği bank hesabından, ƏDV məbləği isə ƏDV depozit hesabından ödənilmiş oldu. Və ən yaxında da yaddaşda saxla düyməsinə basırıq. Faktura ödəniş əmrimiz formalaşdı və ƏDV depozit hesabı ilə də edilən ödəniş də formalaşdı. İkisi də eyni mühasibatlıq əmri sənədinin içində yerləşir. Digər fakturaları toplu şəkildə ödəniş edə bilərik. Bunun üçün fakturaları shift düyməsi ilə seçək. Təzədən ödəniş əmri yaradaq. Ödəniş hesabı seçək. Bank hesabımızı seçək. Ödəniş tarixi bugünkü ola bilər. Sənəd nömrəsi də daxil edirik. Və yaddaşda saxla düyməsinə basaq. Digər fakturaların ödəniş əmrləri yaradıldı. Burada 531-ləri və 223-cü hesabları görə bilərik. İndi bu birbaşa bankdan ödənilir. ƏDV burada nəzərə alınmayıb. Əgər siz ƏDV ödənişini ƏDV depozit hesabına ödəmək istəyirsinizsə, yenə həminki qaydada ƏDV-ni burada ayırmamız lazımdır. İlk əvvəl buradakı 223-cü hesabları hamısını silək və 223-cü hesabı yazaq. Toplu olaraq bankı seçdik. Daha sonra isə Ctrl-K düyməsi və ya funksiyalar bölümündən ƏDV-ni ayır düyməsinə basırıq. 18% yazaq və təqdim etdiyimizə basaq. Həmin məbləğin 18% ƏDV-si də ayrılmış oldu. İlk öndə yaddaşda saxla düyməsinə basırıq. Artıq faktura ödənişi hazır edildi. Yeniləyirik. Ödəniş əmrlərinin də formalaşdığını görə bilərik.
Fikir verdinizsə, bu ilk ödəniş əmri aidisi eyni növdədir. Digər ödəniş əmrinin aidisi fərqlidir. Yəni üçünü bir yerdə ödədiyimiz üçün bu üç fakturanın ödəniş əmri də eynidir. Hər birinə daxil olsaq, eyni ödəniş əmri açıldığını görə bilərik. Bizim əlbəttə ki, ödəniş əmrlərimiz əməliyyatlar jurnalına gəlib düşür. Biz payment orders olaraq ödəniş əmrlərini görə bilərik. Müvafiqatlıq sənədi daxil olanda bu ödənişin hansı fakturalara ödənildiyini görə bilmemiz üçün funksiyalar bölümündən ödəniş olduğu fakturanı göstərin bölümünə daxil oluruq. İnteqrasiya edilmiş fakturalarda hansı fakturaya ödəniş edildiyini görə bilərik. Hal-hazırda bu ödəniş əmri bu üç fakturanın ödənişidir. Bu da ödəniş əmrinə bağlanıb. Ödəniş əmrini də buradan silə bilərik. Əgər biz əmri silsək, həmin o fakturanın analizində ödəniş əmrinin olmadığını görə biləcəyik. Fakturalar bölümünə qayıdaq. İnteqrasiya edilmiş fakturalardan Azərsun hesabını yenidən seçək. Buradan da alış fakturası seçib göstər düyməsinə basırıq. Biz ödəniş əmri sildiyimiz üçün bu fakturaların ödəniş əmrləri boş olaraq görsənir. Həmçinin biz satış fakturalarından da ödəniş ala bilərik. Bunun da edilmə qaydası eynidir. Göstər düyməsinə basırıq və satış fakturalarına baxaq. Hal-hazırda Azərsun yazdığımız üçün Azərsun aid bir satış fakturamız yoxdur. Amma başqa fakturalar ola bilər. Misal üçün Azal. Otaq xidməti satış eləmişik və hal-hazırda onlardan ödəniş alacağımızı düşünək. Toplu olaraq seçək və ödəniş əmri yaradın düyməsinə basaq. Ödənişi aldığımız bank hesabını seçirik. Ödəniş tarixini seçək və yaddaşda saxla düyməsinə basaq. Seçdiyimiz faktura məbləğində həmin fakturaların ödənişlərinin burada formalaşmış oldu. Burada 120 yazılmağına baxmayın, sizin sistemdə 211-ci hesablardan ödənişin gəldiyini görə biləcəksiniz. 221 hesabı kredit, 223-cü hesabı debit formasında. Burada ödəniş əmri yaradın bölməsində faktura satışında ödənişləri ala, faktura alışında isə ödənişləri edə bilərsiniz. Hər iki məqsədlə istifadə oluna bilər.